Biz Power Query və onun interfeysi haqqında danışmışıq. İndi isə Power Query əmrləri haqqında danışacağıq. Bu əmrlər gördüyünüz bu hissədə yerləşir. Tablar və tabların tərkibində olan bölmələrdə yerləşir. Bu videoda biz New Query və Query bölmələri və onların əmrləri haqqında danışacağıq. Praktiki olaraq həmçinin tətbiq edəcəyik. İlk əmrimiz new source-dur. Bu hissədən bildiyiniz kimi biz data source-lara qoşula bilərik və data əldə edə bilərik. Həmçinin qoşulu olduğumuz data source-a yenidən qoşula bilərik. Məsələn, yenidən satış cədvəlini seçirəm. İşarələyirəm və yükləyirəm. Gördüyünüz kimi adının qarşısına sadəcə 2 əlavə edildi. Recent source nədir? Adından da göründüyü kimi ən son qoşulu olduğumuz, istifadə etdiyimiz data source-ları ardıcıl şəkildə bu hissədə qeyd edir. Enter data. Burada biz istədiyimiz sətir və sütun sayını seçirik, datanı əlavə edirik. Yəni kiçik bir dataset hazırlayırıq özümüz üçün. Məsələn, ad, maaş və data əlavə edirik. Məsələn, və bu hissədən table adını da dəyişə bilərik. İndi isə yükləyək. Və employee cədvəli bu hissəyə düşdü. Artıq istifadə edə bilərik. Daha sonra refresh preview hissəsinə keçəcək. Query-nin ilk əmri. 3 refresh var burada. Refresh preview sadəcə bizim seçdiyimiz query-ni dəyişir sadəcə. Məsələn, bizim satış query-mizi 2 dəfə yükləmişik və birinin üzərində dəyişiklik edək. Cədvəlimizə keçək və ilk sətrimizdəki Bakını Gəncə edək və save edək. Power Query-yə seçsək, gördüyünüz kimi birinci satışı seçmişik və refresh preview seçirəm və Gəncə dəyişdi. Digər satışa baxdıqda isə Bakı olaraq qalır. Çünki refresh preview sadəcə seçdiyimiz query-ni yeniləyir. Refresh ola bassaq, bütün query-lər yenilənir və bu hissədə də Gəncə dəyişdi. Cancel refresh isə yenilənmə əgər çox uzun çəkərsə, dayandırmaq məqsədilə cancel refresh istifadə edə bilərik. Properties nədir? Properties seçdiyimiz query-nin məlumatlarını bu hissədə saxlayır. Məsələn, adını dəyişə bilərik və həmçinin description əlavə edə bilərik. Məsələn, bölgələr üzrə analiz yükləyirik və həmin query-nin üzərinə gətirdiyimizdə qeyd etdiyimiz mətn bu hissədə təsvir kimi görünür. Daha sonra Advanced Editor nədir? Applied Step hissəsində olan addımların hər biri M kodu şəklində bu hissədə ardıcıl şəkildə saxlanılır. Bu hissədə biz istədiyimiz dəyişiklikləri edib redaktə edə bilərik və ya silə bilərik. Gördüyünüz kimi source ilk addımdır və burada da source ilk addım kimi görünür. Yəni datanı hansı mənbədən əldə etmişik? Məsələn, Excel vasitəsilə və kompüterdəki Excel faylının yerini də göstərir. Daha sonra ardıcıl şəkildə bütün addımları göstərir. Change type, məsələn, tip dəyişikliyi. Bu hissədə də tip dəyişiklikləri qeyd olunur. Manage hissəsində isə seçdiyimiz query-ni silə bilərik, duplikatını çıxarda bilərik və referensini çıxarda bilərik. Məsələn, duplikat etsək, gördüyünüz kimi satış və qarşısına 3 yazıldı və bu şəkildə ardıcıl query-lər saxlamaq olar.